Həftəlik bürclər 10 avqustdan 17 avqusta doğru su ünsürləri, balıq, xərçəng, əqrəb bürclərini nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar ətrafın yükü o qədər çoxdur ki, öz yükləriniz yadınızdan çıxıb özünüzü aktivləşdirmək, özünüzü zamanla əlaqədar olaraq gücləndirmək tam boşluğa doğru gedir. Belə bir vəziyyətdəsiz ki, üstünüzə yük qoyurlar, məsuliyyət qoyurlar, maddisal çətinliklər yüklürlər. Bu həftə bacarırsınızsa öz duruşunuzu, öz stabilliyinizi, özünüzə güvəninizi ciddi bir şəkildə saxlamağa çalışın. Çünki elə bir vəziyyətdəsiz ki, elə bir geriyə gedirsiniz, uçuruma düşürsünüz. Özünüzü tam zamanla əlaqələndirmə, özünüzü zamanla əlaqədar gücləndirmək barəsində tam bacarıqsız bir vəziyyətdə olacaqsınız. Zamanınızı düzgün dəngələşdirə bilməyəcəksiniz. Həftənin sonlarına doğru danışıq olaraq, söz olaraq, fikir olaraq normadan çox aqressiya göstərəcəksiniz ki, insanlar sizdən uzaqlaşacaq. Amma haqlı aqressiyada sadəcə insanlar sizdən uzaqlaşacaq. Sizə qarşı əsəbiyyət, sizə qarşı belə deyim də boş yanaşmalar həddən artıq çox olacaq. Bir balaca ətrafın küyünə getməyin. Yəni bilirsiniz necə sizi qabağa çəkib dəstək verə bilərlər. Amma bu dəstək sizin uğurlu dəstəyiniz deyil. Çünki bu həftə belə deyim, əl üstündə saxlamağa, iş, pul, maddiyyatla əlaqədar əl üstündə saxlamağa çalışacaqlar. Daha sonraki bir vəziyyətdə belə deyim də ayın 16-sından başlayaraq 21-nə qədər elə bir sizi belə deyim də yükləməyə, sizi daha çox təsirə, təzyiqə, udara, oyuna salmağa çalışacaqlar. Balıqlar çox-çox ehtiyatlı olursunuz. Ayın 15-16-sından başlayaraq hər kəsin dediyi sözlərə, fikirləri çox önəmsiyin. Çiyin və qol hissəvizdə, körpücük sümüklərinizdə balıqlar, bəzi ağrılar, bəzi problemlər ola bilər. Bunlara biraz fikir verin, ümumi dəyərləndirsək, ətrafınızda hər şey bir yalan çərçivəsində saxlayıb çox ağıllı olmağa çalışın. İstədiyiniz zaman çox ağıllı ola bilirsiniz. Sadəcə yaddaşla bağlı problemimiz var. 71%-ə qədər uğurlu edə bilərsiniz, amma bu tam uğurlu vəziyyət deyil. Bu 65%-li gedişatdır. Xərçənglərə gələndə isə xərçənglər pul maddiyyatla bağlı ciddi bir sınağa düşəcəksiniz. Bu israf ola bilər, maddisal düşünmədiyiniz problemlər yarada bilərsiniz. Maşınla əlaqədar olaraq, elektronika, texnika əlaqədar olaraq, pul maddiyyatla əlaqədar qurduğunuz bütün arzu xəyallar suya düşəcək. Bacardığınız qədər xərçənglər bu həftə bacarırsınız, cibinizi sıxıb saxlayın, heç bir şey alqı-satqı etməyin, heç bir şey gücləndirməyin, zamana doğru geridə dayanın, hər şeyi ağlı olaraq istifadə etməyə çalışın. İnsanların şərikli iş, pul, maddiyyatına əlaqədar gedişata çox ciddi şəkildə fikir verin. Daxili təklifinizdə hər şeyi ciddi analiz eləməyi ciddi bir şəkildə düşünün. Çünki burada bəzi elə problemlər var ki, pul, maddiyyatına əlaqədar gözləmədiyiniz belə deyim də yarımçılar ortaya çıxacaq ki, özünüzü tam aktivləşdirə bilməyiniz. Ən çox da pul, maddiyyatla bağlı problemləriniz olacaq ki, bu sizi daha çox belə deyim də bloka salmağa, belə deyim də pulunuzun idarəsi sizin gücünüzü yiyəcək. Ailə şəxsiyyətlə əlaqədar zaten bir neçə vaxtdır ki, daxili təklifizdəsiz, insanların sosiallığı, insanların gücündən aktivləşmək istəmirsiniz, hər şeyi yarımçıq formada qoymusunuz, öz güvəninizdə zamanla əlaqədar olaraq demək olar ki, boşluğa doğru salmısınız. Ümumi dəyərləndirsək, xərçənglər 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bacarırsınızsa böyük bir planlar qurun, özünüzü gücləndirin, şərik, dost olaraq, belə deyim, mühitinizi dəyişin, ətrafdan çox sağlam fikirlər əldə edə bilərsiniz, pul maddiyyatınızdan əlaqədar olaraq. Sağlamlıqla əlaqədar baş sisteminizdə problemlər var, çənə, baş və bilmirəm, dəri, saçla əlaqədar nə problemləriniz varsa, xərçənglər bunları düzəltməlisiniz. Əqrəblərə gələndə bu tutulma bilirsiniz də ən çox əqrəblər üçün ehtiyatlı olmalıdır. Yəni 12 avqustdan başlayaraq əqrəblər çox ehtiyatlı olmalısınız. Hardadan danışırsınız, özünüzü necə aparırsınız, fikir düşüncə olaraq özünüzü necə aktivləşdirirsə bunlara fikir verməz. Əqrəblər bu həftə günəş sizin yanınızda olmasına baxmayaraq bir balaca düşüncəsiz hərəkətləriniz, belə deyim də istəkləriniz nəticəsində əlinizdə olanları itirə bilərsiniz. Çünki məsuliyyətli olmağınız bu həftə əqrəblər olmayacaq. Bəli, ətrafınızda insanların sizin ətrafınızda dövriyə eləməsi, sizi önə çəkməsi, valihlənməsi, sizə ehtiyac duyması sizi çox sevindirə bilər. Amma bu sevindirici vəziyyət axıra qədər olmayacaq. Ona görə belə deyim də bacardığınız qədər hər şeyi çox ciddi analiz etməyə çalışın. Çünki burada emosionallığınız çoxdur, ətrafınızla əlaqədar olaraq itələmə vəziyyətləriniz olacaq. 12 avqustdan hər şeyi ciddi şəkildə idarə eləməyi, fikir və düşüncələrinizi, yuxularınızı, bədən enerjilərinizi stabilləşdirməyə bacara bilsə, tarazlığınızı qura bilərsiniz, amma çox da məsuliyyətli dayanmamısınız. Çox ağıllı bir vəziyyətdə dayanmamısınız. Əqrəb qadınları sinə və bədən qarın olaraq bəzi problemlər, sağlamlıqlarınız aktivləşə bilər. Bunlara ciddi şəkildə fikir verməlisiniz. Ümumi dəyərləndirsə 78%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz. Onun da səbəbi belə deyim də özünüzün çox strateji hərəkət etməyinizdir. 12 avqustdan özünüzü qorumayasınız. Daha uğurlu həftənizi gücləndirə bilərsiniz əqrəb bürcləri.